Cücərmiş sarımsağı atmağa tələsmə. Ortadan yaşıl cücərtə kimi çıxmış sarımsaq zəhərli deyil. Hətta bəzi araşdırmalar göstərir ki, cücərmə zamanı müəyyən antioksidant maddələrin miqdarı arta bilər. Sarımsaq tibbi xüsusiyyətləri səbəbilə minlərlə ildir bilinən və istifadə edilən bitkidir. Tərkibində bir çox vitamin və minerallar mövcuddur. Bəs sarımsağın faydaları nələrdir? Videonu sona qədər izləyin və bu faydalı məlumatlardan siz də xəbərdar olun. Belə ki, sarımsaq bakteriyaları, göbələkləri öldürür. İnsan vücudundakı qan təzyiqini, qan şəkərini və xolesterini aşağı salır. Qaraciyəri qoruyur. İmmunitet sistemini gücləndirir. Sarımsaq necə istifadə edilməlidir? Aparılan araşdırmalara görə sarımsağı çiğ yemək daha çox faydalıdır. Sarımsağın həddindən çox istifadə edilməsi bəzi problemlərə yol aça bilər. Bunu sonda qeyd edəcəm. Öncəliklə isə sarımsağın faydalarından danışaq. Sarımsaq bədənin sağlam, enerjili qalmasına kömək edir. Sarımsağı udaraq istifadə etmək saçlarda yaranan tökülməni azaldır. Saçları daha parlaq və sağlam edir. İltihablı xəstəliklərə qarşı antibiotik təsiri yaradır. Həzmi asanlaşdırır, bağırsaqların normal fəaliyyətini təmin edir. Gecə yatmazdan öncə bir diş sarımsaq udularsa, qəbizliyə çox faydalıdır. Qəbizlikdən qoruyur. Xərçəngə qarşı qalxan rolunu oynayır. Çünki dediyimiz kimi, onun tərkibində çox güclü antioksidantlar vardır. İnfeksiyalara qarşı çox yaxşıdır, antibiotik effekti verir. Bəs bişmiş sarımsağın faydaları nələrdir? Sarımsağı çiğ yemək daha çox faydalıdır. Lakin kəskin dadı və qoxusu olduğu üçün bəzi insanlar bunu bu formada yeməyə bilərlər. Bu zaman sarımsaq bişirilərək istifadə edilə bilər. Lakin həmin xüsusiyyətlər bir xeyli azalır. Sarımsaq az bişmiş olaraq istifadə etsəniz, bu faydalardan yararlana bilərsiniz. O, ürək-damar xəstəliklərinə qarşı çox faydalıdır. Damarları təmizləyir, qan təzyiqini aşağı salır, xolesterin səviyyəsini tənzimləyir. Sümükləri gücləndirir, sümük və əzələ sağlamlığına təsiri çoxdur. Qida dəyəri yüksək olduğu üçün yorğunluğu aradan apara bilər. Bədənə enerji verir, iştah açıcı xüsusiyyəti vardır. Belə ki, mövsümündə bitən təzə sarımsağın faydaları qışdan qalma köhnəlmiş sarımsağa görə daha faydalıdır. Belə ki, o, çibanları və dəri yaralarını yaxşılaşdırır. Əzələlərdə meydana gələn qıcolmalar üçün çox faydalıdır. Damarları genişləndirir və ürək üçün faydalıdır. Bal ilə birlikdə yeyilərsə, bağırsaq parazitləri və qurdları tökür. Öskürək, boğaz ağrısı kimi şikayətlər zamanı faydalıdır. Diş ağrısına da təsiri çoxdur. Göbələk xəstəliyi zamanı effektivdir. Asma üçün faydalıdır. Saç tökülməsinin qarşısını alır. Hər gün yeməklərdə istifadə etmək tövsiyə edilir. Təbiətin bizə bəxş etdiyi hər bir nemət kimi sarımsağın da faydaları olduğu qədər əks təsirləri də vardır. Sarımsağı bəzi insanlar istifadə edərkən həkimlə məsləhətləşməli və yaxud da ümumiyyətlə az istifadə etməlidirlər. Belə ki, xüsusilə ac qarna təzə sarımsaq yemək mədə ağrısı, qusma, bulantı kimi bəzi həzm problemlərinə yol aça bilər. Dərman istifadə edənlər sarımsaq yeyərkən diqqətli olsalar daha yaxşıdır. Belə ki, bəzən dərmanın təsirini artıra, bəzən də azalda bilər. Hamilə qadınlar, süd verən qadınlar da sarımsaq yeyərkən həkimlərlə mütləq məsləhətləşməlidirlər. Videonun sonuna gəldik. Kanala abunə olmağı, videoları bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın, sağlam qalın.